Rəqəmsal mühit uşaqlara yeni imkanlar yaratmaqla yanaşı, onların hüquq və təhlükəsizliyi baxımından ciddi risklər də formalaşdırır. Ötən il uşaq qaynar xəttinə daxil olan müraciətlər əsasında arasında 120-si birbaşa virtual təhdid və kiber zorakılıqla bağlı olub. Bu fikirlər Azərbaycan Milli QHT forumunda keçirilən uşaqları rəqəmsal risklərdən qorumaq, yeni yanaşmalar və həllər mövzusunda keçirilən ictimai müzakirələrdə səsləndirilib. Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatları, eləcə də uşaq qaynar xəttinin statistikası bu sahədə mövcud çağırışların aktuallığını açıq şəkildə göstərir. Daha sonra müxtəlif mövzularda məruzələr səslənilib. Bu da təbii ki, melatonin qarmonu var. Melatonin qarmonu biz bilirik ki, müəyyən vaxtda ifraz olunur və uşaq əgər məsələn o vaxt ərzində axşam saat 10-da, 11-də əgər telefona baxırsa, ondan ekrandan gələn o göy işıq o melatonini blokada edir. Nəticədə uşaqda yorğunluq əmələ gəlir, səhər normal dura bilmir, yəni yorğun olur, aqressiv olur. Yəni blokada olundan sonra, yəni nəticədə bu kəskin proses deyil, bu xroniki bir proses olduğuna görə uşaqda bir yorğunçuluq yaranır və artıq bu depressiya və digər problemlər ortalığa çıxır.